Neyini? Ha? Etli istoriya. Hadi gid o tarafa biraz. Oradan da böyle çıxırlar şəkil çək. Oradır görün. Ha, oradan çəkdirirlər. Bax belə çıxırlar, oradan çəkdirirlər. Yine de fırına çıkar. Oradan çıkarım. Gedək. I'm going back to the start. Şəhər başdan başa tarix əsəridir demişdim, amma buralar hazırda qaranlıq olduğu üçün gecə baxırıq. Gördüyünüz bütün buralar hamısı abidədir, yerin altından çıxan tarixi əsərlərdir, tarixdir. Binaya bax. Hayda, bu nədir? Bu dəhşət bir şeydir. Yəni gecə də olsa nə göstərə bilirəmsə onu çəkirəm. Amma bu başdan başa bir tarixdir. Bu da bir dənə tarixi heykəlimizdir burada. Bu heykəlin elə bir ki qarşısında başqa bir heykəldir. Görək bu kimin heykəlidir? Cezar Nervaya. Cezar hansı Cezar'dır bu? Həmin Cezar'dır. Yox. Nervaya F. Tralino. Optimo. Optimo prinsipi. Bu hansı Cezar'dır görəsən? İmperial Cezar. İmperialdır. Ha, İmperator Cezar. Ha, öyle Cezar'ıymış bu. Burada bir neçə dənə belə heykəl var. Sadəcə burada tikinti getdiyindən 11-ci tikinti getdiyindən o biriləri görə bilmirik. Burada hər yerdə oturacaqlar qurulub. Görünür hansısa bir parad olub ya nə bilim festival mı olub. Və yaxud da hazırlaşırlar. Nəsə çox möhtəşəm bir şey olacaq. Birbaşa olaraq
Buradan Kolizeyin qarşısına qədər uzanır. Just like, are you there, family? Burada isə bir neçə Victoriana, nə bilim, Venetsiya Palasın abidəsidir. Venetsiya Palası abidəsi adlanır, amma içində bir neçə tarixi sənət əsəri var. Məsələn, o fontanın öz adı var, bazilika var. Çox möhtəşəm bir şeydir bura. Hazırda qapıları bağlıdır, amma bura açıq idi keçən dəfə. Bunu desəm bağlayıblar nə ilənsə. Böyle bir möhtəşəm görüntüsü var. Yəni bu heykeller o kadar böyükdür ki, buradan yəni bilmirəm necə görsənir. İnsan boyundan təsəvvür eləyin. İnsan boyundan bu kadar hündürlükdədir. Çok möhtəşəmdir. Evet. Şehrin ortasında kuşlar. Çinliler de diyam gözlüyorlar ki kuşlar keçsin. Uçsunlar sonra keçsinler. Dalaşırlar buna bak. Burada ondan yoktu ama ya. Burada marojnadır. Marojnalardan. Ama o şirniyyatdan dadına bakmayacağız. Hiç yoktu ha. Nedir? McDonald's'da şey olur. Ve geldik çıktık Trevi fontanına. Bir neçə saatın içində demək olar ki, Roma'nın görülməsi gereken əsas abidələrini çəkmiş olduq, göstərmiş olduq. Burada Trevi fontanıdır. Gördüğünüz kimi buranı bağlayıblar ve içeri giriş yani ödənişlidir. Oradan ödənişli girirsiniz ki şəkil çəkdirə biləsiniz. Burada duranlar ise
ödənişsizlərdir. Mən elə bir buradan bir boşluq görürəm. Oradan bir boşluq görürəm və oradan gedib aşağı düşəcəm. Nunu, gəl bir dənə bura. Buradan açıqdır və düşmək olur. Bəs nə deyirlər, ödənişlidir? Tam Trevi fontanının yanına düşməyə icazə var. O biraz saat fərqi var. Amma mən eşitmişdim ki, ödənişli eləyiblər. Amma burada yer tapsan əgər şəkil çəkdirərsən və mən tapdım. Dediyim kimi bu biletləndir, yəni ödənişlidir bura giriş. Amma bugün nəsə bilmirəm, saatına görə fərqi var. Nədirsə buradan da giriş var, yəni pulsuzdur hazırda. Və son olaraq gəlib çıxdıq Panteona. Bir neçə saatin içində, bir gecədə gəziləsi, görüləsi yerlərin 70%-ni gəzdik. Düzdür, Romanı gəz bitmir. İnsanlar bura 3 gün ayrılırlar minimum. Çünki biz sadəcə gəlib üzdən baxmışıq. Bunları muzeyləri, gəzənlər var. Vaxtıyla biz də gəzmişik, amma artıq gördüyümüz üçün bir də girmirik. Amma gəlib gəzənlər, biz gələndə bura təmirə bağlı idi. İndi isə düzəldiblər fontanı. Bu da möhtəşəm Panteon. Double espresso and Nutella üzerine sürtülmüş çörek. Aynur'un bugünkü keyfinden eseri de yoktu. Bence gerçekten çok bu arada. Bu Kalizeyin səhəri. İnsan axını, dəhşət. Çoxdur. Yaxşı ki, axşam gəldi, çəkişlərimiz elədi, yoxsa burada yer tapmaq çətindir. Kalizeyin ətrafı da gördüyünüz kimi hamısı tarixi abidələr. Şəhər başdan başa, yəni tarixi abidələrdir.